Dostlar, misala diqqətlə baxsaq görərik ki, hər sətirdə kənardakı 2 ədədin cəmindən 4 çıxanda ortadakı ədəd alınır. Məsələn, 12 ilə onun cəmi eləyir 22, 22-dən 4 çıxanda 18 qalır. Mötərizənin içində də 18 yazılıb. İkinci sətirdə 16 ilə 20-nin cəmi eləyir 36, 36-dan 4 çıxanda 32 qalır. Elə mötərizənin içində də 32 yazılıb. Üçüncü sətirdə 41 ilə 21-in cəmi eləyir 62, 62-dən 4 çıxanda 58 qalır. Mötərizənin içində də 58 yazılıb. Deməli, sonuncu sətirdə də 22 ilə 22-nin cəmi, yəni 44-dən 4 çıxanda qalacaq olan ədəd, yəni 40, mötərizənin yerinə yazılmalıdır. Cavabımız oldu 40. C variantı doğru cavabdır. Birinci sıradakı ədədlərin cəmi 6, 2, 7, 6 ilə 2 eləyir 8, 8 ilə 7, 15-ə bərabərdir. İkinci sırada 1, 5, 9, 1 ilə 5 eləyir 6, 6 ilə 9, 15-ə bərabərdir. Deməli, üçüncü sıradakı ədədlərin cəmi də 15 olmalıdır. 2 üstə gəl x, üstə gəl 7 bərabərdir 15-ə. 2 ilə 7-nin cəmi eləyir 9, 9 üstə gəl x bərabərdir 15-ə. Deməli, x neçədir? 15-dən 9 çıxanda qalır 6. A variantı doğru cavabdır. Gəlin baxaq. Birinci fiqurda 1, 2, 3, 4, 5, 6 xətt var. İkinci fiqurda 1, 2, 3, 4, 5 xətt var. 6, 5. Üçüncüyə baxaq. 1, 2, 3, 4. 6, 5, 4. Növbətdən 3 olmalıdır. 3. Sayaq. 1, 2, 3, 4. Bu uyğun gəlmədi. 1, 2. Bu da uyğun gəlmədi. 1, 2, 3. Sən demə, cavabımız C variantındaymış. 9, 7, 18. Hansı qanuna uyğunluğu görürsünüz? 18-in rəqəmlərinin cəmi, yəni 1 ilə 8-in cəmi 9-a bərabərdir. Rəqəmlərinin fərqi, yəni 8 ilə 1-in fərqi 7-yə bərabərdir. 8-in üstünə 1 gəldik, oldu 9. 8-dən 1 çıxdıq, oldu 7. İkinci cədvələ baxaq. 6-nın üstünə 1 gəldik, oldu 7. Yenə yuxarıda 7 yazılıb. 6-dan 1 çıxdıq, oldu 5. Aşağıda da 5 yazılıb. 1 ilə 3-ü topladıq, oldu 4. Yuxarıda 4 yazılıb. 3-dən 1 çıxdıq, qaldı 2. Aşağıda 2 yazılıb. Deməli, 1 ilə 5-in cəmi, yəni 1 üstə gəl 5, eləyəcək 6. Yuxarıda yazmalıyıq 6. 5 ilə 1-in fərqi eləyəcək 4. Aşağıda yazmalıyıq 4. Yuxarıda 6, aşağıda 4. Bu da C variantına uyğun gəlir. Dostlar, süddən qatıq hazırlanır, qatıqdan ayran hazırlanır, düzdür? İpdən nə hazırlanır ki, həmin ondan da paltar hazırlaya bilərik? Əlbəttə ki, parça. İpdən parça hazırlayacaq, parçadan da paltar. Birinci oldu ayran, ikinci oldu parça. A variantı doğru cavabdır. Birinci və ikinci sıradakı qaydaya əsasən, üçüncü sıradakı ulduz işarəsinin yerində olan rəqəmləri tapın. Birinci sıraya baxaq. 21-dən 20-yə keçmək üçün 1 vahid azaltmışıq. 20-dən 22-yə keçmək üçün 2 vahid artırmışıq. 22-dən 21-ə 1 vahid azalmışıq. 21-dən 23-ə 2 vahid artırmışıq. Deməli, 1 azaldırıq, 2 artırırıq. 1 azaldırıq, 2 artırırıq. İkinci sıraya baxaq. Yəni 13-dən 12-yə 1 azalıb, 12-dən 14-ə 2 artıb, 14-dən 13-ə 1 azalıb, 13-dən 15-ə 2 artıb. Eyni şey oldu, düzdür? 1 azaldı, 2 artdı. 1 azaldı, 2 artdı. Üçüncü sıraya baxaq. 16-dan 15-ə 1 azaldı. 15-dən 17-yə 2 artdı. Növbətin olmalıdır. 17-dən 1 azalmalıdır. 17-dən 1 çıxanda qalır 16. Növbəti isə 16-dan 2 vahid artmalıdır. 16-nın üstünə 2 gələndə eləyir 18. Deməli, 16 və 18 almalıyıq biz. B variantı doğru cavabdır. 3-dən 4-ə 1 vahid artım var. 4-dən 6-ya 2 vahid. 6-dan 9-a 3 vahid. 9-dan 13-ə 4 vahid. 13-dən 18-ə 5 vahid. 18-dən 24-ə 6 vahid. 1, 2, 3, 4, 5. Növbəti artım neçə olmalıdır? 7 vahid.
Yəni 24 üstə gəlinsin 7. 4 ilə 7-nin cəmi 11, 1 yazıram 1 yadda. 2-nin üzərinə 1 gələndə eləyir 3. 31. Sual işarəsinin yerində 31 olmalıdır. B variantı doğru cavabdır. Rəqəmlərinin cəmi 4 olan neçə 2 rəqəmli ədəd var? Gəlin sayaq. 2 rəqəmli ədəd düşünək. Birinci rəqəmi 0 ola bilməz. Düzdür, 0 ilə ədəd başlaya bilməz. Amma 1 ola bilər. 1 olsa ikinci rəqəm neçə olmalıdır? Əlbəttə ki 3. Birin üstünə 3 gəlməli ki 4 olsun. 2 olsa neçə olmalıdır? 2. 3 olsa olmalıdır 1. 4 olsa olmalıdır 0. 5 ola bilməz çünki 5-in üstünə neçə gəlsəm 4-dən böyük olacaq. Deməli mənim oldu 13, 22, 31 və 40. 4 ədədim. Cavab C variantındadır. Nərminin anasının 3 uşağı var. Onların ilk ikisinin adı Pərviz və Lalədir. Üçüncü uşağın adı nədir? Dostlar, bir uşağın adı Pərviz, bir uşağın adı Lalə, o biri uşağın adı elə Nərmindir. Çünki Nərminin anasının uşaqlarını sayır. Nərmin anasının uşağıdır. Deməli, üçüncü uşaq elə Nərmindir. C variantı doğru cavabdır. Eyni tarixdə anadan olan Kəmalənin 7, Şəlalənin 10 yaşı var. Neçə il sonra onların yaşlarının cəmi 25 olar. Gəlin yazaq, Kəmalənin var 7 yaşı, Şəlalənin var 10 yaşı. Neçə il keçəcək bilmirik, hər ikisinin üstünə x il gələcək. Amma onların cəmi olacaq 25. Yəni 7 üstə gəl x, üstə gəl 10, üstə gəl x bərabərdir 25-ə. 7 ilə onun cəmi eləyir 17, üstə gəl x ilə x-in cəmi 2x bərabərdir 25-ə. 2x bərabərdir 25 çıxılsın 17-yə. Yəni 8-ə x bərabərdir 8 bölünsün 2-yə, yəni 4-ə. 4 il sonra onların yaşlarının cəmi 25 olacaq. Doğru cavab A variantındadır.